Narkomaniya müasir dövrün ən ciddi sosial və sağlamlıq problemlərindən biri olaraq cəmiyyət üçün böyük təhlükə yaradır. Təkcə narkotik vasitələrdən istifadə edən şəxsin deyil, onun ailəsinin, yaxın çevrəsinin və bütövlükdə cəmiyyətin həyatına mənfi təsir göstərən bu problemə qarşı mübarizə hər kəsin üzərinə mühüm məsuliyyət qoyur. Sumqayıt şəhər narkoloji dispanserinin məlumatına görə hazırda müəssisədə qeydiyyatda olan xəstələrin sayı 6054 nəfərdir. Bu göstərici narkomaniya ilə mübarizənin davamlı aparılmasının, maarifləndirmə tədbirlərinin gücləndirilməsinin və xüsusilə gənclərin bir təhlükədən qorunmasının nə qədər vacib olduğunu bir daha nümayiş etdirir. Hal-hazırda Sumqayıt şəhər narkoloji dispanserində qeydiyyatda olan xəstələrin sayı 6054 nəfərdir. Bunların deməli 4557 nəfərini narkotik istifadəçiləri, bunların da 110 nəfəri çox təəssüf ki, qadınlardır və 1487 nəfərini alkoqolizm xəstələri təşkil edir ki, bunların da 24 nəfərini qadınlar təşkil edir. Bəs narkomaniya nədir? İnsanlar bu təhlükəli vərdişin təsirinə necə düşür? Ondan qorunmaq üçün hansı addımlar atılmalıdır? Sualımıza Sumqayıt şəhər narkoloji dispanserinin baş həkimi Vüsal Cabbarov aydınlıq gətirir. Asılılıqların kimyəvi növü olan narkomaniya, psixoaktiv maddələrin qəbulu nəticəsində psixi və davranış pozuntuları, eyni zamanda psixi və fiziki asılılıqla müşahidə olunan xroniki xəstəlikdir. Digər xronik xəstəliklər kimi hipertoniya, şəkərli diabet, bronxial asma kimi asılılıqlar da, xüsusən narkomaniyada xroniki xəstəlikdir. Yəni bütün ömrü boyu davam edən residivlər və remisiyalarla, yəni xəstəliyin kəskinləşməsi və fasilələrlə davam edən xəstəlikdir. Bu xəstəliyin gedişatı çətin və mürəkkəb olduğuna görə əsas bizim işimiz profilaktik işin təşkilinə yönləndirməlidir ki, bu istiqamətdə də dövlət proqramı çərçivəsində müəyyən işlər aparılır. Narkomaniya, narkotik və psixotrop maddələrdən asılılıq yaradan xroniki xəstəlikdir. Bu asılılıq tədricən insanın həm fiziki, həm də psixoloji sağlamlığını məhv edir, onun düşüncə tərzinə, davranışına, ailə münasibətlərinə və cəmiyyətdəki mövqeyinə ciddi zərbə vurur. Bir çox faktorlar vardır ki, asılılıqlardan insanı qoruyur. Biz buna qoruyucu faktorlar deyirik. Qoruyucu faktorlara stresin və emosiyaların sağlam şəkildə idarə olunması, xüsusən asılılıqlar barədə, narkomaniya barədə dolğun, düzgün məlumatın gənclərdə və yeniyetmələrdə, xüsusən risk qrupasına aid olan kateqoriyalarda olması, ailə daxili münasibətlərin, qohumluq münasibətlərinin isti olması, uşağa nəzarətin normal şəkildə aparılması, sonra əsas sağlam şəkildə dost çevrəsinin olması və bu kimi amillər narkomaniyadan, xüsusən bütün asılılıqlardan insanı qoruyan faktorlardan sayılır. Baş həkim valideynlərə də çağırış edərək bildirib ki, övladlarının davranışlarında baş verən dəyişikliklərə laqeyd yanaşmamalı, onların dost çevrəsi, gündəlik həyatı və psixoloji vəziyyəti ilə yaxından maraqlanmalıdırlar. Erkən müdaxilə bir çox hallarda asılılığın qarşısını almağa imkan verir. Şəmistan Fikrətli, Elbrus İsmailov, Yusif Əliyev bu gün informasiya proqramı üçün.